Salam, sabahınız xeyir olsun. 21 iyul 2026-cı il tarixidir. Yay fəslinin 31-ci günüdür. Səfər ayının 7-ci gündür. Səfər ayının ilk həftəsinin ikinci çərşənbə axşamı günüdür. Günümüz xeyirli, uğurlu, can sağlıqlı, sülh əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, dinc qulaqlı, gözəl şad xəbərlərlə zəngin dolu olaraq keçmiş olsun. Bununla yanaşı 21 iyul günündə kimlər işləri ilə arxasınca gedir, iş yerlərində, ofislərində, evdə, ev işləri ilə, evdarlıqları ilə məşğuldurlar. Hər birinə can sağlıqlı, sülh əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, dinc qulaqlı, gözəl xəbərlərlə zəngin dolu olan bir ikinci günü, çərşənbə axşamı günü keçirmələrini arzulayıram. 21 iyul günündə kimlər təhsili ilə məşğuldurlar, məktəblilər, orta ixtisas, ali məktəb tələbələri, digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlıqlı, sülh əmin-amanlıqlı, firavanlıqlı, zehin açıqlığı olan, dinc qulaqlı olan, gözəl şad xəbərlərlə zəngin olan bir ikinci günü, çərşənbə axşamı günü keçirmələrini arzulayıram. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzulayıram. Müəllimlərin işə qəbulu, eləcə də sertifikasiya imtahanının müsahibə mərhələsinə hazırlaşanlara isə can sağlıqlı, zehin açıqlığı ilə dolu olan və hazırlaşaraq gözəl nəticələr əldə etmələrini arzulayıram. Uğur qazanmayanlara isə imtahanlarda həm müəllimlərin işə qəbulu, həm sertifikasiya imtahanından ruh düşkünlüyü yaşamamalarını, gözəl ruh yüksəkliyi ilə yenidən imtahanlara hazırlaşıb qoşulmalarını və gözəl, uğurlu nəticələr əldə etmələrini arzulayıram. 21 iyul günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm. Qalanlara can sağlığı, səbir diləyirəm. 21 iyul günündə kimlər yad edilir, xatırlanır, anılır, ruhları şad olsun. Hər birini gözəl anlayış, demək, xatırlamağı, yad etməyi hər birimizə arzularım. Bununla yanaşı isə 21 iyul günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. 21 iyul günündə bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Can sağlıqlı, sülh əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, dinc qulaqlı, gözəl xəbərlərlə zəngin olan bir ikinci günü, çərşənbə axşamı günü keçirmələrini arzulayıram. Bununla yanaşı isə demək, bütün qazilərimizə can sağlığı, şəfa arzulayıram. Bütün demək ki, qazi, şəhid, eləcə də əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Şad xəbərlərlə zəngin olan can sağlıqlı, sülh əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili bir ikinci günü, çərşənbə axşamı günü keçirmələrini arzulayıram. 21 iyul günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 21 iyul günündə də tarixi hadisələr vardır. 21 iyul günündə təkrar olaraq qeyd edirəm ki, tarixi hadisələr bunlardır. Birinci olaraq 21 iyul günündə Quamda Azadlıq günü kimi qeyd olunur. 21 iyul 1774-cü ilə Türkiyə ilə Rusiya arasında Kiçik Qaynarca sülhü imzalandığı gündür. 21 iyul 1917-ci ildə Aleksandr Kerenski dövlət başına keçdiyi gündür. 21 iyul 1940-cı ildə Ribbentrop-Molotov aktı imzalandığı gündür. 21 iyul demək 1949-cu ildə isə Amerika Birləşmiş Ştatları Senatı Şimali Atlantika müqaviləsinin imzalandığı gündür. 21 iyul 1960-cı ildə isə Şri Lankada dünyada ilk qadın baş nazir olan Sirivano Rambadati demək nazir olduğu gündür. Bununla yanaşı 21 iyul 1999-cu ildə İnguşetiyada bir kişinin 4 qadın ilə evlənməsinə icazə verildiyi gündür. 21 iyul 2007-ci ildə isə
Harry Potter kitabları seriyasından 7-ci kitab nəşr edildiyi gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.